Burada yazanlar var ki Türkiye susur. Türkiye dünən demək ki raket atıldı. Baxın orada hətta Recep Tayyip Erdoğan'ın akşam bir maraqlı açıklaması vardı. Hakan Fidan sərt təpkisini bildirdi. Amma bu məsələlərdə susur mu Türkiye? Yəni elə bir təəssürat var mı? Diplomatiyada bəzən susaraq çox şeylər deyirlər, altyapıda çox şeylər danışılır. Məsələn, Recep Tayyip Erdoğan dedi dünən bir raketləri bir nümayişi ilə bağlı, yəni Türkiye'nin gücünə, raket istehsalına, gücünə, milli müdafiə qabiliyyətinə söyləyən bir açıklama verdi. Türkiye'nin kifayət qədər gücü var. Mən inanmıram ki, Hakan Fidan və yaxud da Türkiye'nin Cumhurbaşkanı Sayın Erdoğan bu istiqamətdə sussunlar, mövqe ifadə etməsinlər. Fələstinə mövqe ifadə edən, Qəzzaya mövqe ifadə edən, Afrikada bir müsəlmanın burnu qanayanda mövqe ifadə edən, Avropada Türk'ün haqlarını müdafiə edən, müsəlmanın haqqını müdafiə edən bir Türkiye, Güney Azərbaycan məsələsində heç zaman ola bilməz ki, sussun, danışmasın, üzərindən sükutla keçsin və s. Burada təkcə müsəlman haqqından söhbət getmir. Burada həm də qanı bir, adı bir, dili bir Türk qövmündən, bir Türk camiyyəsindən söhbət gedir. Mütləq və mütləq mövqələrini ifadə edəcəklər. Türkiyə cəmiyyəti də bu istiqamətdə mövqələrini ifadə etməlidirlər. Tarixin fürsətləri olur. Tarixin fürsətlərini düzgün dəyərləndirməyən dövlətlər sonunda çox təəssüf ki, acı nəticələr yaşayırlar. Əgər İran üzərindən bir plan gerçəkləşdirilirsə, biz burada sonuncu yerdə dayanıb gözləmə mövqeyi tuta bilmərik. Bizim gözümüzün qarşısında İran üzərindən planlar həyata keçirir. Yeniləşmiş SSR modeli var idi, SSR dağılarkən Qarbaçovun vaxtında. O yeniləşmiş SSR modelini həyata keçirə bilmədilər. SSR-nin siması dəyişdi, müstəqil dövlətlər ortaya çıxdı. Halbuki SSR-nin dağılma planında bunlar yox idi. Yeniləşmiş SSR modeli var idi və müttəfiq respublikalar da o yeniləşmiş SSR-nin içərisində olmalıdır. Force major SSR-ni fərqli bir yerə gətirir. Heç kim təminat verə bilməz ki, yalnız dini rəhbərlərin dəyişildiyi və Amerika ilə, İsrail ilə dil tapa biləcək bir rəhbərliyin mövcud olduğu köhnə İranın ətrafında force major hadisələr olmasın və savaşlar fərqli müstəviyə çıxmasın. Hər zaman hər şey idarə olunmur. Bəzən idarə olunmaz məcraya gəlir və baş verən hadisələr fonunda bu istiqamətdə danışa bilirlər. Çox tez-tez səsləndirirlər. Yəqin ki, tamaşaçılar da bu istiqamətdə öz mövqeyini bildirirlər. Pezeşkiyanla bağlı, Pezeşkiyan-Azərbaycan münasibətləri və s. Bugün Pezeşkiyan İran idarə etmir. Bugün Pezeşkiyan İranda idarə etmədən axırıncı yerdədir. Onun verdiyi bəyanatlar sadəcə görəvindən, vəzifəsindən dolayı bəyanatlardır. İran Fars təfəkkürü ilə, İran Fars düşüncəsi ilə, İran Fars ideologiyası ilə idarə olunur və o Fars ideologiyasının içərisində bir Türk düşmənçiliyi var. Azərbaycan düşmənçiliyi var, Türkiyə düşmənçiliyi var. Necə ki, Pezeşkiyan hər zaman deyirdi ki, mən Türkəm, dilim də Türkdür, anam da Türk dilində danışır, atam da, mən də, övladlarım da və s. Və hər zaman lağ edilirdi, lağ obyektinə çevrilirdi. Və hətta çıxışlarının birində Türk dilində şeir demək istəyəndə ona etiraz bildirəndə dedi, mən şeir deyirəm, nəyə etiraz edirsin? Buna qədər var idisə, bugün Pezeşkiyan sadəcə rəsmi görəvdədir deyə saxlanılır. Bir gün öldürülsə, bilin ki, nə İsrail, nə də Amerika Birləşmiş Ştatları tərəfindən öldürülür. Yəni özləri eləyəcəklər. Oradan Fars düşüncəsi, Fars təfəkkürü öldürəcək. Və bugün Pezeşkiyan yoxdur ortada. Pezeşkiyanın bu məsələlərə aidiyyəti yoxdur. Mən demirəm ki, Pezeşkiyan öz başına gəlmişdir. Pezeşkiyanın da ora bir sistem gətirmişdi. Amma sistemin gözləntiləri başqa idi. Dünya başqa bir yerə gəldi, çıxdı. Ona görə də Fars düşüncəsi var, Fars ideologiyası var. Fars qafası var orada. Və o Fars qafasının, düşüncəsinin, zehniyyətinin, ideolojisinin içərisində Türk düşmənçiliyi həmişə önündə olacaq. Buna görə də barmağımızın beşində bala batırıb boğazlarına çəksək, yenə də o düşmənçiliyi hər yerdə özünü göstərəcək.